Salam hörmətli abituriyentlər, Baharlı dövləti haqqında danışacağıq. Əvvəlcə Qaraqoyunlu tayfası haqqında danışaq. Deməli, Ağacərlilərdir 5-ci yüzillikdə Azərbaycanda məskunlaşıblar. Türkmanlardır 7-ci əsrdə Azərbaycanda məskunlaşıblar. Bir də Sədlilərdir, Naxçıvan və Sürməlidə məskən salmışlar. Bir də Baharlılardır. Bu tayfalar hamısı birləşib olub Qaraqoyunlu tayfa birliyi. Qaraqoyunlu tayfa birliyi və burada aparıcı rolu oynayıb Baharlılar. Ona görə gələcəkdə yaranan dövlət həm də Baharlı dövləti adlanır. Bayram Xoca, deməli 14-cü əsrin 70-ci illərində Van gölü ətrafında Ərçişdə Qaraqoyunlular rəhbərlik eləyirdi və Qaraqoyunlu bəyliyini yaradır. Hakimiyyətin Ərzincan, Sivas və Şərqi Anadoluya qədər yayır. Qara Məhəmmədin dövründə mərkəzi Van şəhəri olan Qaraqoyunlu feodal hakimliyi yaradılır və o Sultan Əhmədlə, Cəlairi Sultan Əhmədlə qohum olur. Qara Yusifin dövrü isə xüsusi fərqləndirilməli olan dövrdür. Qara Yusif Teymurlərə qarşı mübarizə aparır və bu məqsədlə Cəlairi Sultan Əhmədlə ittifaq bağlayır. Sultan Əhməddən Qara Məhəmməd də ittifaq bağlamışdı. Ağqoyunlu Qara Osman bəyə də təklif edirlər, amma o qəbul eləmir. Osmanlı Sultanı İldırım Bəyazid isə onları müdafiə edir. Yəni Cəlairi Sultan Əhməd, İldırım Bəyazid və Qaraqoyunlu Qara Yusif üçü birində Teymurlərə qarşı. 1394-cü ildə Teymur bunlara qalib gəlir. Yəni Cəlairlərlə Qaraqoyunlulara qalib gəlir, onlar qaçırlar Misirə. Teymur əmr eləyir və onlar Misirdə həbs olunurlar. 1402-ci ildə də Teymur Osmanlını əzir Ankara döyüşündə. İldırım Bəyazid əsir alır. Yəni Teymurun qarşısında dura bilmirlər də, tab gətirə bilmirlər. Yalnız 1405-ci ildə Əmir Teymurun vəfatından sonra bunlar həbsdən azad olurlar. Cəlairi Sultan Əhmədlə Qaraqoyunlu Qara Yusif Azərbaycana gəlirlər və hakimiyyət uğrunda mübarizəyə qoşulurlar. Bu dövrdə deməli vəziyyət necədir? Hakimiyyət uğrunda Azərbaycan uğrunda mübarizə gedir və hər kəs bir pay qoparmaq istəyir. 1406-cı ildə Araz çayı yaxınlığındakı döyüşdə Qaraqoyunlu Qara Yusif Teymuru Əbubəkir məğlub edir. 1408-ci il Sərdurud döyüşündə Teymurləri ikinci dəfə məğlub eləyir. Qara Yusif və Teymurlərin Azərbaycandakı hakimiyyətinə son qoyur. Qara Yusifin hörməti artır, nüfuzu çoxalır, artıq ondan qorxanlar, ona hörmət eləyənlər kifayət qədərdir. Cəlairi Sultan Əhməd deyir ki, xeyr ola. Yəni, əvvəl bir zamanlar keşməkeşli yol keçən, bir yerdə həbs yatan, döyüşdən döyüşə, deməli, çin-çinə gedən Cəlairi Sultan Əhmədlə Qaraqoyunlu Qara Yusif arasında problem yaşanır. Təbrizə kim hakim olacaq? 1410-cu ildə bunların arasında baş verən Əsəd döyüşündə Qaraqoyunlu Qara Yusif Sultan Cəlairi Əhmədi məğlub eləyib, onu öldürür və Cəlairilər dövlətinə son qoyur, Qaraqoyunlu dövləti yaranır. Yəni artıq, baxın, bu coğrafiya Qaraqoyunlularındır. İndi qalır şimal. 1412-ci ildə Kür döyüşü baş verir və Kür döyüşündə Şirvanşahlar, Şəki hakimliyi, Kaxediya çarlığı Qara Yusif tərəfindən məğlub edilir. Bunların da işığı sönür. Və beləliklə Qaraqoyunlular şimalda da öz hakimiyyətini, yəni şimala da öz hakimiyyətini yaymış olur. Bir daha biz burada Qara Yusifin sərkərdəlik məharətini görmüş oluruq. 1420-ci ildə isə Qara Yusif ölür. Qara Yusifin ölümündən sonra hakimiyyətə keçir Qara İskəndər. Qara İskəndərin dövründə Şahrux, Teymuri Şahrux Azərbaycana hücumlar edir. 1420-də 21 Alaşkert döyüşündə, 35 Təbriz döyüşündə Qara İskəndəri məğlub edir və taxtdan salır. Və Qara İskəndər taxtdan salınandan sonra Qara Yusifin kiçik oğlu Cahanşahı Şahrux hakimiyyətə gətirir. O da məcbur Teymurlərin Şahruxun vassalı kimi dövlət idarə edir. Amma Şahruxun ölümündən sonra müstəqilləşir, hərbi islahat keçirir, Şirvanşahlarla gərginliyi aradan qaldırır, Osmanlı dövləti ilə dostluq münasibətlərini davam etdirir. 14-cü əsrin 50-ci illərində Əcəm İraqı, İsfahan, Qum, Yəzd, Kirman ələ keçirilir. 1458-ci ildə Teymurlərin paytaxtı Heratı tutur. Yəni, vaxt var idi Teymurlərin vassalı kimi idarə edirdi dövləti. Vaxt da var. Teymurlərin paytaxtını tutur. Amma Həsən Əlinin Təbrizdə, Pirbudağın Bağdadda qiyamlarını eşidib, Teymurlərlə tələsik Herat sülhünü imzalayıb geri qayıdır 1459-da.
Səfəvilərlə bəs münasibətlər necə idi? Ərdəbil hakimliyi ilə mübarizə aparırdı. Yəni vəziyyət, münasibətlər yaxşı deyildi. 1460-cı ildə Ərdəbil hakimi Şeyx Cüneyddən tələb edir ki, Azərbaycanı tərk eləsin. Şeyx Cüneydin Şirvana hücumu zamanı isə Şirvanşahlara dəstək verir Cahanşah. Ağqoyunlularla mübarizədə isə Cahanşah ilişir, uğur qazana bilmir və 1467-ci ildə Muş döyüşündə Ağqoyunluları məğlub olur. Digər bir Azərbaycanlı sərkərdə Həsən bəy, yəni gələcəkdə Uzun Həsən tərəfindən öldürülür. Həsən Əli isə sonuncu Qaraqoyunlu hökmdarı idi. Həsən bəylə mübarizədə məğlub olub, o da öldürülür. Beləliklə Baharlı Qaraqoyunlu dövləti süquta uğrayır, onun yerinə isə Ağqoyunlu, yəni Bayandurlu dövləti yaranır. Paytaxtı da Təbriz. Belə, dəyərli abituriyentlər, ümid edirəm ki, mövzu sizə aydın oldu. İndi isə vəsaitimizdən mövzunu diqqətli bir şəkildə oxuyaq. Hər birinizə uğurlar və zehin açıqlığı arzulayıram.